Bir şəkildə vətəndaşlardan pul yığılır, valideynlərdən pul yığılır, hər məktəb direktorundan pul yığılır. Rayon mərkəzi xəstəxanasının baş həkimindən icra hakimiyyətinə pul verilir. O da öz növbəsində bütün şöbələrdən hər ay haqq yığır. Bütün bələdiyyələr icra hakimiyyətinə aylıq pul verir. Biz bu hallara qarşı amansız mübarizə aparacağıq. Və haqq da bizim tərəfimizdədir. Xalq, əsas məsələ odur ki, xalq onun tərəfindədir. Yəni bu İlham Əliyev bizə xalq demir. Yəni xalq o adamlardır ki, həmən bu gün yağdan balın içində yaşayırlar və öz ətrafında olan adamlardır. Və güya ki, bələdiyyədən tutmuş, icra hakimiyyətinə qədər, həkimə, müəllimə qədər, güya ki, bunların pul almağından bunun xəbəri yoxdur, indi xəbər tutur. Aşağıdan yuxarı, yuxarıdan aşağı bir dənə iş, yəni bu zəncirvaridir, inanın. Yəni bir dənə iş burada məsələn deyək ki, pulsuz gedərsə zəncir, həmən zəncirin halqaları dağılar və məhv olarlar. Yəni o nöqteyi nəzərdən ona görə də baxırsınız, İlham Əliyev niyə icra hakimiyyətlərinin neçə rayonlar arası dəyişir bilirsiniz? Həmən dediyi variantdır, həmən bu onun dediyi variantdır. Məsələn deyək ki, bu Sabirabad rayonunun başçısını götürür deyək ki, Neftçalıya göndərir, Neftçalanın içində gətirir Sabirabada. Niyə? Ona görə ki, təsəvvür edin. Neftçaladan gələn adam gəlir, təsəvvür edin. Gəlir Sabirabadda oturur, oturan kimi şeyi gətirirlər, spisoku gətirirlər bunun qarşısına, baxır ki, deyək ki, birinci müavindən tutmuş, yəni icra nümayəndələrinə qədər. Davay deyir, 5 milyon İlham Əliyevə pul vermişəm, gətirin görək. Gətirirlər, yığırlar, cəmləyirlər, falan gətirirlər. İlham Əliyev həmin onu deyir ki, haradasa kirəşir ki, siz elə bilməyin ki, siz mənə fırıldaq gələ bilərsiniz. Və yaxud da baş həkim olsun, rayon xəstəxanasının həkimi olsun. Hər ay o icra başçısına, həmən icra başçısı İlham Əliyev, ona görə bugün yəni o icra hakimiyyətini ləğv eləmir. Yəni, əslində, rayon bugün, deyək ki, Türkiyədəki kimi, başqa yerlərdəki kimi bələdiyyənin əlində olmalıdır və bələdiyyənin öz büdcəsi olmalıdır ki, daxili imkanları hər dəfə müraciət eləməsin ki, filan yerə nəsə lazımdır, yəni filan yerdə yol dağılıb, onu tikmək lazımdır və yaxud da, baxın, elementar bir şey deyim sizə. Burada bir, yəni bələdiyyə burada o qədər gözəl işləyir ki, dostlar. Və seçkilərdə filanda da gəlib, məsələn, deyək ki, hər dəfə və yaxud da ondan sonra sən ona müraciət edirsən, təsəvvür edin. İndi burada bu velosiped yolu var. O çayın qırağında təpəlik bir yer var. Məsələn, oradan enif şeyə girmək çayın qırağından. Yer, məsələn, 2-3 dənə aralı yerlər var. Məsələn, o günü baxıram ki, bir yerdən insanlar, məsələn, deyək ki, təzə bir cığır açıblar. O qədər düşürlər ki, oranın otu yeyilir. Yəni, cığır əmələ gəlib. Və 2 gün bundan öncə inanın, baxıram ki, həmən yeri asfaltlayıblar. Asfaltlayıblar ki, yəni insanlar deməli buradan keçməyə meyillidirlərsə, daha oraya çəpər gətirib bağlamıyor, gətirib oraya əməlli başlı yol çəkiblər aşağı ki, insanlar buradan rahat düşsünlər. Bu bələdiyyə belə işləməlidir, dostlar. Amma bizdə də bələdiyyə, bizdə icra hakimiyyətlərinin torpaq satanlarıdır.